Salam, əziz izləyicilər, dostlar, mən YouTube kanalındayım. Bu gün sizə Elçin Quliyevin, Dövlət Səhiyyə Xidmətinin rəisi Elçin Quliyevin Səhiyyə Xidmətinin hospitalında açdığı bazar haqqında danışacağıq. Daha doğrusu, Elçin Quliyev dövlət vəsaiti hesabında dövlətə aid olan hospitalın nəzdində, hospitalın içində özünün şəxsi Rozi Bəbək adlı klinikasını açıb, hospitalını açıb. Və bu hospitalda olan bütün avadanlıqlar, hər bir şey, bina, nə bilim, orada xəstələrə lazım olan avadanlıqlar, çay paylar, hər bir şey dövlətə məxsusdur. Elektrik enerjisi dövlət hesabındadır, istilik dövlət hesabındadır, yəni hər bir şey dövlət hesabındadır. Amma əldə olunan milyonlarla gəlir Elçin Quliyevin şəxsi cibinə axır. Bu klinikaya Yeganə Əliyeva adlı bir xanımı rəhbər təyin edibdir. Həmin xanım eyni zamanda klinikanın doğum şöbəsinin rəisidir. Yəni hərbiçidir, dövlət qulluğundadır, eyni zamanda da özəl klinikanı işlədir. Və bu klinika Xəzər televiziyasında, müxtəlif televiziyalarda reklamlar yerləşdirir və aylar öncə Yeganə Rozi Bəbək klinikası barədə Abcasmil edib geniş bir araşdırma gedib. Araşdırma gedib, məlum olub ki, həmin klinikanın lisenziyası yoxdur, yəni Səhiyyə Nazirliyi buna heç bir lisenziya verməyib. Məlum olub ki, bunlar vergi ödəmirlər. Araşdırmada məlum olub ki, orada işləyən işçilərin böyük əksəriyyəti Səhiyyə Xidmətinin hərbi hospitalının əməkdaşlarıdır. Və indi sizə mən burada videolar qoyacağım, videolar yerləşdirəcəm. Bu çıxışından sonra görəcəksiniz ki, bu klinikada, bu Elçin Quliyevin yaratmış olduğu klinikada nələr var? Açıq, aydın, açıq şəkildə Instagramda, müxtəlif sosial şəbəkələrdə bu klinikanın reklamı gedir. Açıq şəkildə orada göstərilir ki, bu videoya diqqətlə baxın, indi yerləşdirir. Bax, bu videoya diqqətlə baxın. Orada açıq şəkildə deyirlər ki, klinika hospitalın nəzdində yerləşir. Klinikamız Trambankla tam üzbəyüz, baxın orada Trambank var. Trambankla tam üzbəyüzdür. İnvanımızı bir də çəkirəm. Azərbaycan Respublikası Dövlət Səhiyyə Xidmətinin hərbi hospitalı yerləşir Gənclikdə. Trambankla, baxın Trambankdır. Trambankla tam üzbəyüz, yolun o tərəf Trambankdır. Bu tərəfi klinikamızdır. Deməli dostlar, indi nə baş verir? Klinika yerləşib hospitalın nəzdində, hospital xidmət göstərməlidir hərbiçilərə, amma Elçin Quliyev şəxsi gəlirləri naminə, şəxsi pulu naminə hərbiçiləri hospitalın yeni tikilmiş əsas korpusuna buraxmır. Ki orada, nə bilim, ora müayinəyə gələn xanımları hərbiçilər görməsin, əskərlər görməsin və burada və yaxud da ki, burada baş verən alverdən heç kəsin xəbəri olmaz. İndi sizə mən şeyi göstərəcəm, orada hospitaldan içində xəstələr üçün yaratmış olduğu şəraiti, amma bu onun hesabına başa gəlir ki, hərbiçilər hospital həyatına buraxılmır, orada yatan xəstələr əsas binaya buraxılmır və binanın əsas hissəsi Elçin Quliyevin şəxsi gəliri üçün, pul qazanmaq üçün istifadə olunur. Və bir daha xatırladıram ki, bax, bu gördüyünüz hospital lisenziyası yoxdur, təhlükəlidir orada müalicə almaq üçün ki, sabah başınıza bir şey gəlsə, nə Səhiyyə Nazirliyi, nə təbib sizə yardım etməyəcəkdir. Ora vergidən yayınır, vergi vermirlər. Bizim dostlarımızı həbs edirlər ki, vergidən yayınıbsız jurnalistləri, hökumətin bu korrupsiyasını tənqid edənləri, amma şəhərin düz ortasında dövlət müəssisəsində yerləşən özəl klinika heç bir pul vermədən pul qazanır. Və diqqətlə baxın, indi mən sizə o klinikanın içini göstərəcəm. Özləri yayıblar, özləri yaydıqları videolarda. Salam, gözəl qızlar, gördüyünüz kimi palatamızda pasiyentimiz hal-hazırda doğumdadır. Doğumdan sonra bu palatada körpəsi ilə birlikdə 2 gün bizim balağımız olacaq. İstəsəz buyurun, siz də müraciət edə bilərsiniz. Gördüyünüz kimi tək nəfərli palatamızda geniş, rahat. Deməli, dostlar, bu gördüyünüz kimi bu Dövlət Səhiyyə Xidmətinin nəzdindədir. Bunlar çoxlu sayda videolar yayıblar, videolar paylaşıblar. Orada vətəndaşların, ora gələn xəstələrin üzü düşdüyünə görə mən videoların hamısını yaymıram, paylaşmıram. Çünki etik hesab eləmirəm. Çünki oradan istifadə edən xəstələrin, pasiyentlərin heç bir günahı yoxdur bu məsələdə. Və mən istəmirəm ki, adamların üzləri göstərilsin. Amma bir sıra balaca fragmentləri göstərəcəm. Və dostlar, bu YouTube kanalıma abunə olmadı, yadınızdan çıxartmayın, unutmayın, abunə olun YouTube kanalına, bunu videonu yayın, paylaşın ki, hamının xəbəri olsun, hamı bilsin. Və burada məqsədimiz Azərbaycanda baş verən bu kimi qanunsuzluqları insanlara çatdırmaqdır. Çünki İlham Əliyev Azərbaycanda müstəqil medianı boğub, jurnalistlər pozub və biz xaricdə olan jurnalistlərin də borcu ondan ibarətdir ki, ölkədə baş verən naqislikləri biz öz izləyicilərimizə çatdıraq. YouTube kanalıma abunə olun, həm də paylaşın. Başqalarına da tövsiyə edin.